Salam əzizlər, hər vaxtınız xeyir olsun inşallah. Mən bu gün istəyirəm ki, Leyli Məcnun əsərinin həqiqətdə nədən bəhs eləməsi haqqında bir neçə kəlmə söz deyəm. İcazənizlə əlbəttə ki, Məhəmməd Füzulinin müəllifi olduğu, yazdığı Leyli Məcnun əsəri ki var, bilirsiniz, məşhur əsərdə əgər mütaliə eləmisinizsə, orada zahirən biz baxsaq əsərə diqqət eləsək, belə hiss edərik ki, sanki orada qızla oğlanın, qadınla kişinin bir-birinə olan məhəbbətindən söhbət gedir. Ancaq biz təhlil elədikcə, məsələnin həqiqətinə vardıqca görürük ki, Leyli Allahın camal sifətidir, Məcnun Allahın kamal sifətidir. Məhəmməd Füzuli də bunları nəzmə çəkib. Yəni Allahın sifətlərini nəzmə çəkib. Məhz buna görə də Leyli can verir, onu dəfn edirlər, sonra Məcnun gəlir, Leylinin qəbri üstə can verir. İkisini də bir qəbrə qoyurlar. Yəni bunu göstərir ki, Allahın camal sifəti ilə kamal sifəti eyni kökdəndir. Bilirsiniz də, həmin əsərdə elə ki İbn Salam dünyasını dəyişir, Leyli gəlir çöldə Qeysi tapır, yəni Məcnunu. Görür ki, Məcnun elə bil ki, həminki Məcnun deyir. Deyir, mən camı tutum əlimdə gəl al, sən durmayasan ayağa filhal. Məcnun da qayıdır cavab verir ki, əvvəl bu işi qılanda bünyad, mən tifl demək zamanə ustad, qılmışdı sənə məni müqəyyəd, güya oxudurdu dərsə əbcəd, ala bulubam kəmalı hasil, əbcəd səbəqin oxurmu kamil? Deyir, mən universitet tələbəsiyəm də, sən mənə deyirsən ki, düş əlifbanı təkrar elə. Yəni, eşqin ali bir mərtəbəsinə çatmışam. Bəs yaxşı, Məcnun necə oldu ki, gəldi, eşqin ali mərtəbəsinə çatdı? Çünki Məcnun çöl biyabanlıqda, səhralıqda dərgahı tapmışdı. Biz əvvəlcə gəlin başlayaq sevgidən. Deməli, əzizlər, sevgi nədir? Sevgi meyil kimi bir şeydir. Sevgidən sonra gəlir məhəbbət. Məhəbbət budur ki, birinə qarşı hisslərin var, gedirsən, onu dilə gətirirsən. Bu oldu məhəbbət. Məhəbbətdən sonra gələn məvəddətdir. Məvəddət budur ki, birinə qarşı hisslərin var, gedirsən, həm onu dilə gətirirsən, həm də əməli şəkildə göstərirsən. O Quranda bir ayə var, la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurba. Sizdən risalətimin qarşılığında əhl-i beytimə məhəbbət və məvəddətdən başqa bir şey istəmirəm. Həmin o məvəddət budur. Məvəddətdən sonra gələn eşqdir. Eşqin biz lüğəvi mənasına baxsaq, bəli, görərik ki, əşəqə sözündəndir, sarmaşıqdır və s. Ancaq eşqin özünün də 4 dənə pilləsi var. Şəriətdir, təriqətdir, mərifətdir, həqiqətdir. Şəriətlə təriqət arasında gedib gələnlər olurlar sufi. Həqiqətə çatanlar olurlar arif. Bu 4 dənə pillənin ki, mərhələnin özünün özlüyündə də 4 dənə pilləsi var. Hatta vaxt çox getməsin deyə vaxtımız yoxdur, yoxsa onu da izah edərdik. Həqiqətə çatandan sonra, arif olandan sonra əsas məsələ dərgaha girməkdir. Yəni, dərgah nədir? Aşiqlə məşğul rabitə yeridir. Dərgaha girmək o halda baş verir ki, insan bütün dünyavi bağlılıqlardan qırıldığı halda. Məcnun buna görə çöllü biyabanlıqda eşqin ali mərtəbəsinə ucala bilmişdi. Baxın, əzizlər, mən sonda fikrimi bu cümlələrlə yekunlaşdırmaq istəyirəm ki, bizim YouTube-un kontekstindən kənara çıxmaq fikrimiz yoxdur. Bizim YouTube kanalı maarifləndirmə, musiqi, şeir, qəzəl üzərinə qurulmuş YouTube kanalıdır və bizim əsas məqsədimiz insanların maariflənməsidir. Ona görə də bacardığımız qədər öz əzizlərimizə, ətrafımıza, izləyicilərə tövsiyə edirik ki,
oxuyaq, mütaliələrimiz çox olsun. Hətta biz səmavi kitablardan olan İncilə də müraciət eləsək görərik ki, İncilin ilk ayəsi öncə söz var idi. Budur ki, öncə söz var idi. Əgər Qurana müraciət eləsək, görərik ki, Allah deyir, səni yaradan Rəbbimin adı ilə oxu. Gəlin mütaliə eləyək ki, bilənlərdən olaq. Gəlin mütaliə eləyək ki, cəmiyyəti xilas eləyək. Özümüzü və ətrafımızdakiləri xilas eləyək.